Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina bil Qasim Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed Aleyhi ve teyyibin acil ta'in ma'asumin ve la'natullah ala a'daihim ecma'in min al-ana ila liqa'i yevmiddin amma ba'd. Bütün bu günler əyyam günləridir. Mən hər bir əzadarlıq təşkil eləyən insanlara öz təşəkkür borcumu bildirmək istəyirəm. Həmçinin də bu günlərdə ilk növbədə İmam Zaman Ağa Cəlallah Teala Fərəcəh Şərifə öz başsağlığımı bildirirəm. Həmçinin də şiələrə, şiə camiyyəsinə, ümmətə bu öz başsağlığımı verirəm ki, xanımın şəhadəti ilə bağlı. İndi Amir qardaşımız bizə bir minnət qoyub boynumuza. Allah vücudun qibala eləsin inşallah. Mən də istədim bir neçə dəqiqə gücüm çatdığı qədər bəzi qeydlər götürmüşəm. İstəyirəm o qeydlər əsasında danışım. Əvvəlcə bir şey demək istəyirəm, biz bundan niyə danışırıq? Əyyam keçirmək, əyyamda xanım Zəhranın şəhadətini hər il qeyd eləmək, əzadarlıq eləmək bizə nə gətirir? Biz nə əldə edirik? Nəyə görə? Bu bizim imanımızın, bu bizim təqvamızın, bu bizim elmimizin, fəhmimizin, əməllərimizin salihliyinin artmasına xidmət eləyir yoxsa yox? Birinci bunu təyin eləmək lazımdır. Nə qədər müsbət təsir olur, nə qədər mənfi təsiri var, bunu özümüz üçün ayırd eləməliyik. Əks halda biz bilməyəcək ki, bizim burada qazancımız nədir, bilməyəcək bizim burada ziyanımız nədən ibarətdir. Sözün əsl mənasında bu bizə fayda verirmi? İndi və yaxud bu məsələni gündəm olaraq dünyada ən üst səviyyə daşımaq, ən üst səviyyədə bunu təqdim eləmək İslam dinində nə qazandırır, nə əldə eləmək olar? Sadəcə mən məsələyə tamam Quran prinsipindən məsələyə yanaşmaq istəyirəm. Bu Quran prinsipindən məsələni qoymazdan əvvəl mən düşündüm ki, bu hansı tərəfindən məsələyə yanaşaq ki, tam mətləbə gəlib çıxa bilək. İki cür məktəb var. Bir məktəb budur ki, dinlərin yanaşması, dinlərin çatdırması, yəni Allah mərkəzlilik. Bir də var ki, insan mərkəzli, yəni Avropada olan qanunvericilik, hüquq sistemi, yəni insan mərkəzli sistemlər. Və insan mərkəzli sistemlərdə də insanların daha çox istifadə elədiyi ifadələrdən biri qadın hüquqlarından. Daha çox qadın hüquqlarından danışılır. Biz bu kontekstdə baxmaq istəyirik ki, din xanım Zəhra məsələsini qabartmaqla biz qadın hüquqlarını necə təqdim edə bilərik? Biz və bu təqdimatda bizim seçmiş olduğumuz mövqe hansı tərəfdən olmalıdır? Mən elə başa düşürəm ki, ən aktual məsələlərdən biridir. Avropa bəli qadın hüquqlarını təqdim edir, amma iş bir yerdə öz zıvanasından çıxır, bir yerdə artıq qopur. Qopduğu nöqtə nədən ibarətdir? Yəni bir yerə qədər biz tədqiq elədiyimiz zaman görürük ki, bəli, insan hüquqlarından bəhs olunur, insanın fərdi, ictimai hüquqları nədən ibarətdir? Bunlar tələb olunur. Bir yerdən sonra artıq sərhədlər çəkilməyib deyə, bir yerdən sonra artıq hüquq anlayışı ilə insan azadlıqlarının arasında o sərhədlər itməyə başlayır. O sərhədlər itdiyi zaman biz baxıb görürük ki, din sadəcə məsələləri fərqli tərzdə
izah eləməyə başlayır. Din də məhz bunu deyir. Xanım Zəhra nümunəsində din bunu deyir. Peyğəmbərimizin xanımı qarşılaması, ayağına durması, qucaqlayıb öpməsi, yerində otuzdurması, bunlar hamısı İslam mənbələrində mövcuddur ki, Peyğəmbərimiz necə qadının hüquqlarını tanıyır. Xanım Zəhra timsalında bu bariz şəkildə ortalıqdadır. Bunu heç kəs dana bilməz. Bütün İslam mənbələrində mövcuddur. Amma biz indi məsələyə ayrı bir aspektdən yanaşmaq istəyirik ki, ümumiyyətlə Quran kontekstində məsələ necə təqdim olunmalıdır? Bu çox mühümdür. Quran kontekstində iki amil var. Birinci amil budur ki, Allah dəyər təqdim eləyir, ikinci dəyərli olanı təqdim eləyir. Bir məfhum var, dəyər, bir də var nümunə. Yəni dəyərli olan nümunə. Məsələn, Quran-ı Kərimdə fikir verərik Əhzab surəsi 35-ci ayəsində. İnnal muslimin vel muslimati vel mu'minin vel mu'minati vel qanitin vel qanitati ves sadiqin ves sadiqati ves sabirin ves sabirati vel xaşiin vel xaşiati vel mutasaddiqin vel mutasaddiqati ves saimin ves saimati vel hafizin furucahum vel hafizin ve zakirin Allah kasiran vəstəqarətə a'əddəllahu ləhum məğfirətən və əcrən ədimə. Həqiqətən müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaətkar kişilər və itaətkar qadınlar, görün, paralel şəkildə aparılır. Doğru danışan kişilər, doğru danışan qadınlar, səbirli kişilər, səbirli qadınlar. Allah əvvəlcə dəyərlərin sərhədləri çəkir, o sərhədlər müqabilində hüquqları təyin edir. Bu çox mühümdür. Mərkəzi nöqtənin olması çox mühümdür. O mərkəzi nöqtəni təyin eləməsək, tələb elədiyimiz hüquqlar bir müddətdən sonra öz mahiyyətini itirəcək. Necə ki, biz onun nümunəsini, o adlarını sadaladığımız yerlərdə daha bariz, qərb mədəniyyətlərində daha çox görmüş oluruq ki, artıq bir zamanlar qadın hüquqlarını tələb eləyənlər artıq bir müddətdən sonra elədikləri tələblər sərhədsiz tələblərə çevrilməyə başlayır. Sərhədsiz tələblərə çevrilməyə başlayır. Artıq heç bir sərhəd tanımır və burada artıq dinlə o belə deyək, uzlaşmayan nöqtələr üzə çıxmağa başlayır. İndi mən bunu təqdim elədim ki, bunlar var. Bəs Quran-ı Kərimin təqdim elədiyi nümunələr kimdir? Hansı nümunələr təqdim edir Quran-ı Kərim? Biz əvvəl məfhumu qoyduq, məfhum sərhədləri qoydu ortalığa. Bəs Quran-ı Kərim hansı nümunələr təqdim eləyir? Fikir verin, Allah mütəal Ali İmran və Məryəm surələrində xanım Məryəm barəsində danışır. Xanım Məryəm barəsində danışır. Və izqalətil mələikəti ya Məryəmu innallaha astafaki və tahharaki və astafaki alə nisa'il aləmin. Ali İmran 42. Bir zaman mələklər dedi ki, ey Məryəm, həqiqətən Allah səni seçdi, pak etdi və təmizlədi, pak etdi və aləmlərin qadınlarından üstün etdi. Baxın, davamında xanım Məryəm barəsində danışır. Sonradan Məryəm surəsində də, Ali İmran surəsində də baxıb görürük ki, Allah mütəal niyə xanım Məryəmə belə bir məsələni vurğulayır ki, niyə səni pak etdik, niyə üstün elədik? Sabahlar biz baxıb görürük ki, xanım Məryəmin timsalında bir ağır öhdəlik qoyulacaq onun üzərində. O öhdəliyin üstəsindən gəlməlidir. Atası uşaq dünyaya gətirir. Allahın ən böyük möcüzələrindən birinin həyata keçməsində başlıca rol oynayır xanım Məryəm. Sən böyük bir rolu icra edəcəksən. Allahın işlərindən birinin məhz Allah sənin vasitə ilə qərar verəcək. Amma bunun üçün gərək Allah səni tərbiyə eləməlidir. Allahın tərbiyəsi mühümdür. Quran-ı Kərimdə buyurur ki, Allah səni bir fidan kimi böyütdü. Nəbətən həsənən. Səni bir fidan kimi yetişdirdi. Niyə? Gələcəkdə səndən böyük bir
tələb olacaq. Böyük bir öhdəlik qoyulacaq sənin öhdündə. Sən bu məşəqqətləri daşıyacaqsan, çətinliklərdən keçəcəksən, amma böyük bir öhdəliyin var. Yəni Allah sənə Maidə surəsində biz baxıb görürük ki, Maidə süfrə ki verilmişdi. Məsələn, o Maidə nə idi? Allahdan bir süfrə idi. Xanım Məryəmin Allah tərəfindən belə bir lütflənməsi gələcəkdə o ən ağır formada imtahan olunacaqdır. Ən ağır iftiralara səbəb olacaqdır. Amma o iftiraların arxasında bir Allah həqiqətinin xanım Məryəmin ruhunda həqiqət tapması, əks olunması lazım idi ki, əvvəldən. Bu gələcəkdəki bəlalara səbr edə bilsin, gücü çata bilsin. Amma məhz bu Ali İmran surəsi mənim üçün çox önəmlidir. Mən iki surənin üzərində dayanmaq istəyirəm. Biri Əhzab surəsi, biri Ali İmran surəsi. Məncə bu ikisi paralel şəkildə aparılsa, bir neçə dəqiqə ərzində bizim zehnimizdə çox məsələlər üzə çıxacaq. Fikir verək, Ali İmranda 42-ci ayəni biz qeyd elədik. Davamında Allah Müteal maraqlı bir nöqtəyə toxunur. Məhz həmin o İsa'nın və onun anasının ümməti ilə Peyğəmbər ümməti qarşılaşır. Peyğəmbər ümməti qarşılaşır. Bir zaman keçəcək. O xanım Məryəm kimi bir dənə böyük şəxsiyyəti olmuş bir dənə qövmün, bir cəmaatın Peyğəmbərlə höccətləşməsi çıxacaq ortalığa. Höccətləşdiyi zaman Allahın təqdim elədiyi məsələ nədən ibarətdir? İndi gəlin buna baxaq. Çox mühümdür. Buyurur Ali İmran 61-də فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ وَنَجْعَلْ لَعْنَةَ اللَّهِ عَلَى الْكَاذِبِينَ. Peyğəmbər, onlar ki Nəzran xristianları idi, Peyğəmbərlə gəlmişdilər, mübahisə edirdilər, höccətləşirdilər. Peyğəmbər bunlara yəqin hasil elədikdən sonra belə yenə də mübahisələrini davam edirdilər. Allah Müteal konkret bir ayə qoydu. Bir məsələ qoydu ortalığa. Mübahilə. Gəl övladlarınızı, oğullarınızı, biz oğullarımızı. Gəl qadınlarınızı, biz qadınlarımızı. Gətirək, siz özünüzü və biz özümüzü gətirək, bir-birinizdən lənətləşək. Burada qadınları yerinə hamımız bilirik ki, xanım Zəhra salamullahi aleyha gəlir. Baxın, məqama baxın. Görün, nə qədər böyük bir məqam sahibi olasan ki, dinin başqa belə deyək də təhrif olunmuş təfəkkür sahiblərinə, düşüncə sahiblərinə Allahın dininin qalib gəlməsi üçün seçilən şəxsə baxın. Seçilmiş şəxsə baxın. Yəni bu şəxsin varlığı Allah Peyğəmbərinin tək başına sübutlarından biridir. Xanım Zəhra salamullahi. Tək başına sübutdur. Sonra biz Əhzab surəsinə baxanda məsələni daha bariz şəkildə görürük. Əhzab surəsində bildiyimiz kimi məsələn Quran-ı Kərimin ayəsidir. Bu ayəsinə gələndə buyurur ki, zövcələrdən danışır və nisadan danışır. Bax, bura bir-birinə aid olunmalıdır. Əzvacun Nəbi, Peyğəmbərin həyat yoldaşları, bir də Nisa-ən Nəbi. Nisa-ən Nəbi kimlərdir? Yəni, Peyğəmbər evinin qadınları. Fərqli şeylər. Hə, Peyğəmbər evinin zövcələr, Peyğəmbər evinin qadınlarının içərisində zövcələr də var. Amma zövcələrin içərisində bütün nisa yoxdur. Nisa deyildikdə daha ümumi götürülür. Zövcələr də bunun içərisindədir. Zövcə daha məhduddur, amma nisa daha geniş bir məfhumdur. İndi Quran-ı Kərim maraqlıdır ki, əvvəl zövcələrdən, ey Peyğəmbər zövcələrinə de, filan kimi olmayın. 29-da deyir, axirəti istəyirsə, ey Peyğəmbər 30-da da zövcələrdən danışır və gəlir. Ya Nisa-ən Nəbi 32-də Ləstunnə kəəhədin minən nisa, başqa qadınlar kimi deyilsiniz. Artıq burada
düzdür, tərcümədə hərdən bunu götürüblər. Bunu da zövcələri kimi qeyd edilənlər olub, amma bu məsələ ayırd edilməlidir. Yəni ey peyğəmbər evinin xanımları. Sonradan gəlir ki 33-də evlərinizdə qərar tutun, ilk cahiliyyət dövründə olduğu kimi açıq-saçıq gəzməyin, namaz qılın, zəkat verin, Allaha və onun elçisinə itaət edin və burada Əhl-i-Beyt məktəbinin iddiası çıxır. Burada bir dənə ayəni Əhl-i-Beyt məktəbi deyir ki, burada təthir ayəsi var. Yəni baxın ha, ayə. Halbuki ayənin içərisinə baxırsan, görsən bir ayədən bir hissədir, kiçik hissədir. Amma bu da ayətü təthir kimi məşhurdur ki, ayə. Bunun özü bir dənə mövzudur. Niyə ayə kimi qeyd olunur? Əgər ayə kimi qeyd olunursa, deməli bu məxsusidir bunun içərisində. Bunun məxsusuliyinə işarə edilir. Özü ayə başlayanda da İnnəmə yuridullahdan başlayır. Nəinki kiçik bir ey peyğəmbər evinin Əhl-i-Beyti, Allah sizi bütün növ çirkinlikləri sizdən uzaq etmək istəyir. Bu ayənin içərisidir. Yenə də davamında vəskurna ma yutla fi buyutikunna, yenə də nisaya işarədir. Burada da maraqlıdır ki, əvvəlində zövcələr də tənqid olunur, xanımlar da tənqid olunur, sonunda da xanımlar tənqid olunur. Bəzən deyiblər ki, burada bu məhz Peyğəmbər, burada xanımlardan söhbət gedə bilməz. Bu ancaq Peyğəmbərin Əhl-i-Beyti, yəni İmam Əli, İmam Həsən, İmam Hüseyn əleyhissalam və xanım Zəhra şamildir Əhl-i-Beyt deyildikdə. Və bunu dediyi zaman xanımların o məsələnin kənarında qaldığını qeyd edirlər. Yəni ixracun nisa deyirlər. Amma alimlərdən bunu qeyd edir ki, burada ixracun nisa, idxalun nisa var. Yəni əgər ərəb dilinin qaydasına baxsa, baxıb görərik ki, ərəb dilində cəm şəkilçisi ilə əgər 2 dənə, 3 dənə kişi varsa, bunun bərabərində xeyli qadınlar da iştirak edə bilər. Yəni demək olmaz ki, burada qadınlar sadəcə burada nədir? Xanım Zəhranın burada iştirakı nədir? Əgər burada ixrac varsa. Deməli, məsələnin bu tərəfindən baxmayacağıq ki, biz bunu ərəb dilinin qrammatik quruluşu ilə izah eləməyə çalışaq. Buradakı əvəzlik nədir filandır. Mən bura getmək istəmirəm. Mən sadəcə kontekst baxımından məsələni izah eləmək istəyirəm ki, kontekst baxımından biz bilmək istəyirik ki, burada kimdən söhbət gedir? Həqiqətənmi Peyğəmbərin evinin xanımları bura aiddir, yoxsa yox? Yoxsa bu ayənin burada nə işi var? Əhl-i-Beyt ayəsidirsə, xanımlar ayəsinin içərisində nə gəzir? Əgər bu məxsusidirsə, nə üçün xanımlar ayəsinin içərisində qərar tutub? Bu əsas vermirmi ki, deyək ki, əvvəlində və sonunda xanımlardan bəhs olunursa, deməli Əhl-i-Beyt ayəsi də xanımlara şamildir. Bu bizə əsas vermirmi? Təfsirin qayda qanunlarına görə, bəli, ayənin zahirindən bu görsənə bilər, amma ayənin barəsində gəlmiş olan qəti hədislər sübut edir ki, Peyğəmbər bunu başqa adamlara aid edib. Əhl-i-Beyt dedikdə, yəni xanım Zəhra, Həzrəti Əli əleyhissalam və o İmam Həsən, İmam Hüseyn əleyhissalama aid edib. Mən burasına getmək istəmirəm. Burasına toxunmaq istəmirəm. Mən başqa nöqtəyə toxunmaq istəyirəm. Çox mühüm nöqtədir bu nöqtə. Baxın, əvvəlində xanımlar qınanılır. Yəni tənbih olunur. Sonra deyir ki, şərt qoşulur. Əgər belə olsanız 2 qat savabı var. Belə olsanız 2 qat əzabı var və ortasında bir dənə Əhl-i-Beyt ayəsi var. Yəni nə? Təsəvvürlə əvvəl insana bir tənbih eləyirsən. Deyirsən ki, belə olma. Belə ol. Bu yaxşı şey deyil. Budur yaxşı olan. Təqdim eləyirsən, nəzəriyyəni qoyursan ortalığa. Amma ortada da qeyd edirsən ki, bax, oxşa xanım Fatimə Zəhra salamun aleyhə. Nisa nümunəsi, qadın nümunəsi. Bir dənə nümunəni də gətirib Allah salıb. Bunlar bir-birini tamamlamalıdır. Nəzəriyyə və praktika. Bunlar bir-birini tamamlamalıdır.
Bir növ Allah o nümunəni Əhl-i Beyt ayəsinin içərisində təqdim eləyir. Baxın, nümunə budur. Bənzəməyə çalışmaq istəyir. Məhz ona görə nisa sözünün seçilməsi də məhz buradadır. Nəinki əzvac. Əzvacı əvvəl danışır, amma sonradan nisa danışır. Nisadan da bunu qeyd eləməsi çox mühümdür. Allah Mütəal əvvəl yenə də dəyərləri təqdim eləyir, sonra məfhumu təqdim eləyir burada. Məfhum necə olmalıdır? Sən necə olmalısan? Sonra da misdaq, yəni nümunə. İndi biz bilirik ki, məfhum misdaq nümunəsinə belə misal çəkə bilərik də. Məsələn, insan sözü məfhumdur. İnsan. Quran insandan bəhs edir. Quran Samirdən danışmır. Quran Məmməddən danışmır. Quran filan kəsdən danışmır. Quran insandan danışır. Amma Samir nədir? Samir insanın bir məfhumudur, misdaqıdır, nümunəsidir. Samir, Əli, Məmməd, filan kəs bu bir nümunədir. Nümunə çoxluqdur. Amma çox önəmlidir. Bəzən nümunələr özü məfhuma çevrilir. Əli kimi, Hüseyn kimi, Nuh kimi, İbrahim kimi, Musa kimi. Əgər Allah ondan xüsusi şəkildə bəhs edirsə, bu artıq müstəqdən çıxıb olub nə? Məfhum. Əgər məfhuma çevrilibsə, o sənin həyatın hər bir anına aiddir. Hər bir zamana aiddir. Hər bir zaman sən onu oxusan fayda verəcək. Hər bir zaman sən ondan yararlana biləcəksən. Məsələ o nümunədən məfhuma çevrilməkdir ki, Allah Mütəal əvvəl nümunə kimi təqdim edir, sonra o nümunənin nə qədər ali dəyərlərə malik olduğunu göstərdikdən sonra artıq o məfhumdur. Yəni nə? Hüseyn artıq Hüseynlər yetişdirir. Əli, yəni Əlilər yetişdirir. Yəni şəxs olmaqdan çıxır məfhum. Ona görə bəzən iki əmioğlunun davası kimi Kərbəlanı dəyərləndirənlər niyə səhvə yol verirlər? Çünki nümunə kimi baxırlar, məfhum kimi baxmırlar. Məfhum kimi baxsalar, onlar deyə bilməyəcəklər. Çünki Allah Quran-ı Kərimdə 20 neçə dənə peyğəmbərin adını, 23, 24, bəzən bəzi insanlara 25 peyğəmbər adını çəkməklə Allah başa salmaq istəyir ki, ay insan, mənim burada çəkdiyim şəxs adı deyil, bunlar məfhumlardır. Məfhumlardır. Və bunlar insan həyatında vacib amildir ki, insan gərək məfhumları öz həyatında da, bugünkü gündə də məfhumları tapsın. Məsələn, bizim hal-hazırda Qarabağımızda böyük bir, belə deyək də, generallarımızdan şəhid generalımız, məsələn, Polad Həşimov, Allah məqamını uca eləsin, ali eləsin və Polad Həşimovun timsalında, Mübariz İbrahimovun timsalında şəhid olan zabitlərimiz, generallarımız, Allah hər birinin ruhunu şad eləsin. Məsələn, Polad Həşimovun özü, Mübariz İbrahimovun özü xalqımızın gözündə bir məfhuma çevrildi. Artıq bizim özümüzün ədəbiyyatımızda, müasir ədəbiyyatımızda, təhsil müəssisələrində görürsən ki, kitablarda Poladlar və mübarizlər ifadəsi yer alır. Niyə? Çünki artıq məfhuma çevrildi. Bu günləri gələcək övladların yetişməsi üçün bundan gözəl nümunə ola bilməz. Baxın, bunların da kökü hara qayıdır? Bunların kökü də həmin Əhl-i Beyt məktəbinə qayıdır ki, Əhl-i Beyt məktəbi Xanım Zəhra Sallallahu Aleyhanın şəhadət günlərini bizə qeyd olunması məfhumların təbliğatıdır. Nəinki nümunələrin təbliğidir. Bu məfhumların təbliği baş verdiyi müddətcə və bizim özümüzün də dərkimiz, fəhmimiz yerində olduğu müddətdə biz anlayacağıq ki, cəmiyyətə nə vermək istəyirik və cəmiyyət də nədən yararlanmalıdır. Təhiyyətən ləkum və səlamu aleykum və bil-Fatihəti mə'əs-səlam. Allahümmə salli alə Muhammed və ali Muhammed.